Çox sağ ol Müşfiq. Hər vaxtınız xeyir olsun əziz insanlar. Çox dəyərli, çox qiymətli elimizin, obamızın yenə də dəyərli insanları. Bu gözəl ocaqda, bu müqəddəs ocaqda nə xoş mənim halıma ki, mən də sizləri salamlaya bildim. Mən bu evin, bu ocağın, bütün ağsaqqalların, ağbirçəklərin təbrik edirəm. Erkin dostumuza gözlərin aydın olsun deyirəm. Və təbii ki, Müşfiq, sən var olasan, mən səndən bir bayram, iki bayram böyüyəm. Çox xahiş edirəm. Bu, özün kimi söz deyənləri dəvət eləyəndə əvvəldən çox gürültülü danışma. Adam bilmir onda nə desin səndən sonra. Eşq olsun, bütün bunları nəzərə al. Var olasan, bayaq sən deyirsən ki, Sabir müəllim, mənim atam sənin dil ədəbiyyat müəllimin olub. Mən çox sevinirəm ki, məhz sənin də, mənim də elə ədəbiyyat müəllimimiz Sabir müəllim olub. Bu günləri Azərbaycanda sən sözü deyirsən. Eşq olsun sənə, var olasan, Şirvan torpağı var olsun, bu müqəddəs torpaq var olsun. Əzzə xanımın ruhu şad olsun. Böyük Nizami deyərdi ki, erkək tinətliyəm olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Bəli, Əzzə xanım bütün həyatı boyu yaradıcılığı ilə, gördüyü o müqəddəs işlərlə Şirvanın və Azərbaycanın əsl bir xanım simasını yarada bilib. Və mənim nə xoş halıma ki, bir dəfə də olsa Əzzə xanımın məzarını ziyarət eləmişəm və hesab eləyirəm ki, ən müqəddəs bir ocağı ziyarət eləmişəm. Onsuz dünyamız, əzizlərim, onsuz da Turan müəllim, dünyamız bütün yalanları ilə daha çox zəngindir. Elə Böyük İmadəddin Nəsimi 14-cü əsrdə yazıb deyirdi ki, dünya duracaq yer deyil, ey can, səfər eylə. Dünya duracaq yer deyil, ey can, səfər eylə. Aldanma onun halına, ondan həzər eylə. Öz dönəminin və bütün dönəmlərin ən böyük söz adamı olan Məhəmməd Füzuli dedi ki, salam verdim, rüşvət deyildir deyə almadılar. Böyük Füzuli də dünyadan belə həzər eləyirdi. Mübarək qədəmləri saraylara qədər gedib çıxan Molla Pənah Vaqif yazdı ki, mən bu cahan mülkündə doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Böyük Vaqif də bu dünyada hər nə gördü, yalan gördü, özgə babət görmədi. Sizin də, bizim də hamımızın mənəvi babamız olan Seyd Əzim yazırdı ki, dünyada bina cahu cəlal eyləmək olmaz. Qəmxanə olan mülküdə hal eyləmək olmaz. Seyd Əzim də dünyanı qəmxaniyə bənzədirdi. Yelə onun sözünün davamı olaraq buradan, Şirvandan, müqəddəs Şamaxımızdan Sabir babamız dedi ki, mən belə əsrarı qana bilmirəm, qanmaz olub da dayana bilmirəm. 20-ci əsrin ən böyük ədəbiyyat adamlarından olan Böyük Səməd Vurğun yazdı ki, bir də görürsən ki, açılan solur. Düşünən bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur. Sirrini vermir sirdaşa dünya. Nə yaxşı ki, canlı olaraq görə bildiyimiz Bəxtiyar Vahabzadə ruhu şad olsun yazdı ki, çox əylən görmüşəm, əyilməyən başları. Sular duruldu gördük dibindəki daşları. Ünvanını dəyişdi dünənin alqışları. Niyə də dəyişməsin? Axı dünya fırlanır. Bəli, fırlanan dünya
dəyişən zaman bəzən olur ki, alqışların da ünvanın dəyişir. O taylı bu taylı Azərbaycan sevdalısı olan Böyük Məmməd Araz yazdı ki, kimdənsə tez durub kimin uşağı, itinə daş atıb 500 il qabaq, kimin dəyirmanı kimdən aşağı, bunları yerində kim oturdacaq, dünya düzəlmir ki, düzəlmir baba. Gedir yal davası, sümük davası, gedir vurhavurla çəpik davası, gedir milyonçunun qəpik davası, çürük fikirlərin çürük davası. Dünya düzəlmir ki, düzəlmir baba. Elə Şirvandan Şamaxının mənəvi qardaşıdır Ucarda, Göyçayda, Ağsuda, Hacqabulda, Kürdəmirdə, Qobustanda. Ucardan Əli Səfəroğlu Məmməd Araza cavab olaraq yazdı ki, Məmməd Araz, valla bu fani dünya, axan sular durulmasa düzəlməz. Yalanı əyrini doğru yerinə yazan əllər vurulmasa düzəlməz. Haqsızlıq çıxıbdır həddən ziyadə, şəratlıdır xeyir qalıb piyada. Öz-özünə cövran edən dünyada çox qulaqlar burulmasa düzəlməz. Bu gedişlə xeyir şəri yıxmasa, zamanın sahibi gəlib çıxmasa, Allah özün nəzər edib baxmasa, haq divanı qurulmasa düzəlməz. Haramın yerinə halal əkilib, ona görə bərəkəti çəkilib. Səfəroğlu, dünya başdan sökülüb, belə haqq üstündə qurulmasa düzəlməz valla, düzəlməz. Hamımıza bir gözəl dünya arzulayıram. Toylu düğünlü, bayramlı, qiymətli ömür arzulayıram. Və Erkin qardaşım, gözlərin aydın olsun, böyük toyunda inşallah. Həm oğlan, var olasan, buyur.